Salam, bugünkü mövzumuz uşaqlarda sətəlcəm, yəni pnevmoniyadır. Payızın gəlməyi ilə əlaqədar olaraq biz pnevmoniyadan daha tez-tez rastlaşırıq. Əsas səbəb isə viruslardır. Payız aylarında bir neçə virus nəticəsində pnevmoniya ola bilər. Bunlar adenovirus, RSV dediyimiz respirator sinsel virus, COVID və influenza, parainfluenza viruslarıdır. Çox uşaqlarda bunlar demək olar ki 2 yaşa qədər pnevmoniya törədə bilir və kiçik yaşlı uşaqlarda çox pnevmoniyanın ilkin səbəbi viruslardır. Bəzən isə biz qarışıq variantlara, yəni həm virusun, həm bakteriyanın birgə gedişatı ilə nəticələn pnevmoniya ilə rastlaşırıq. Əsas əlamətləri isə pnevmoniyanın düşməyən qızdırma, halsızlıq, öskürək və ciddi durumlarda isə bir neçə əlavə olaraq müəyyən əlamətlər ola bilər. Bunlara burun qanadlarının tənəffüsdə iştirakı, uşağın halsız olaraq yatması, yemədən, içmədən tamamilə kəsilməsi və çəkilmə dediyimiz ağciyər əzələlərinin və qarın əzələlərinin tənəffüsdə iştirakıdır və daha ciddi durumlarda isə sianoz və tənəffüsün tamamilə çətinləşməsi ola bilər ki, hər bir halda virus pnevmoniyasında və ağırlaşmalarda mütləq həkim tərəfindən müayinə olunmalıdır. Bu vəziyyətin gedişatına asılı olaraq isə müalicənin evdə və ya xəstəxana şəraitində aparılması ondan sonra məlum olur. CC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.